Kiçik əllərdə böyük duyğular part 1 videosuna xoş gəlmisiniz. Biz burada uşaqlarla qələm tutma bacarığını öyrənirik və bu qələm tutma bacarığının faydaları bizlər üçün nədir? Mən bu videoda onu izah etməyə çalışacağam. Qələm tutma bacarığının uşaqlarda faydaları nədir? Təbii ki, qələm tutmağı uşaqlarda formalaşdırmağın müxtəlif üsulları var ki, onlardan biri də qırıq-qırıq xətlərin üzərindən getmədir ki, bu yalnız bu üsul uşaqlarda yazmaq üçün deyil, həm də onların motor bacarıqlarını, diqqətini, yaradıcılığını və özünü ifadəsini inkişaf etdirən əsas bir mərhələdir. Bu bacarıq məktəbə hazırlıqda, gündəlik fəaliyyətlərdə və emosional inkişafda mühüm rol oynayır. Dünya sən çox gözəlsən, günəşinlə, ayınla, yaxşı adamlarınla bu gözəl Burada zamanı. barmaq və əl əzələlərinin gücləndirilməsi baş verir ki, uşaq qələmi tutmaqla barmaq koordinasiyasının gücü artır. Eyni ilə də əl-göz koordinasiyası güclənir ki, uşaq gördüyü qırıq-qırıq xətlərin üzəri ilə getməklə onda qələm tutma bacarığı inkişaf edir və diqqəti artır. Burada həm də uşağın hazırlıq mərhələsi yüksəlir ki, sonrakı yazı mərhələsində rəsm və gündəlik işlər üçün bu ümumi baza yaradır. Bununla yanaşı uşaqlarda uzunmüddətli diqqət formalaşır. Qələmlə işləmək uşağı müəyyən müddət ərzində fokuslanmağa öyrədir. Fikir versəniz, uşaqlar qırıq-qırıq xətlərin üzərindən dəfələrlə pozaraq keçdilər. Bu da uşağa planlama bacarığını öyrədir ki, uşaqlar yazmağa başlamazdan əvvəl artıq nəyi necə edəcəklərini düşünürlər. Bununla paralel səbir və dözümlülük formalaşır ki, yazı prosesi uşağı ardıcıl işləməyə alışdırır. Bu məşğələ zamanı gördüklərimdən biri də soluxay uşaqlar idi. Təbii ki, soluxay uşaqlar mütləq sol əllə davam etməlidirlər. Çünki onları sağ əllə yazmağa məcbur etmək olmaz. Bu uşaqlarda motor bacarıqlarını çətinləşdirir, həm də özlərinə inamı zədələyə bilər. Əslində soluxaylıq təbii bir fərqlilikdir və uşağın beyninin işləmə tərzini əks elətdirir.
Niyə uşaq sola ilə davam etməlidir? Buna cavab olaraq deyə bilərik ki, uşaq hansı əli ilə daha rahat hərəkət edirsə, o əl onun üçün dominant sayılır. Bu zaman uşağa solaxay olmaq normaldır mesajını vermək özünə inamını artırır və psixoloji rahatlıq gətirir. Eyni ilə də sol əllə yazmaq uşaqların göz-əl əlaqəsini daha da güclü və rahat edir. Sadəcə burada bir neçə məsələ var ki, ona diqqət etmək lazımdır. Kağızı bir qədər sağa əyərək qoymaq sol əllə yazını asanlaşdırır. Qələmi biraz yuxarıdan tutmağa öyrətmək lazımdır ki, yazını görmələrinə kömək edir. Hətta masada oturuşu da elə seçmək lazımdır ki, sol əlləri sərbəst hərəkət etdirə bilsin. Ən əsası onları sağ əllə yazmağa məcbur etməmək lazımdır. Solaxaylığı bir xüsusi güc kimi təqdim etmək lazımdır. Gee, it's great to be alive and love. Good morning, sun. Good morning, good morning, sun. How are you, skies above? Gee, it's great to be alive and love. Good